Herkese salam, mən Nigar Xudiyeva. Bugün sizlərlə ekranda da gördüyünüz kimi magistr imtahana az qalmış writingi asan yollarla necə yazmaq olar onu öyrənəcəyik. Ola bilər bu dəqiqə ürəyinizdən keçənləri oxuya bilirəm. Bəziləriniz düşünürsünüz ki, mən onsuz da esse yazmayacağam. Bəziləriniz deyirsiniz ki, 10 günə nə etmək olar? Zaten elədiyimi eləmişəm və yaxud artıra bilmərəm və s. və ilaxır. Amma bu mövzumun elə məqsədi panikanı azaltmaqdır. Qəti şəkildə belə düşünmürük, bu düşüncələri atırıq. Çünki bugün sizə şablonla, minimum səhvlə maksimum balı necə almaq olar, onu öyrədəcəm. Deməli, bilirəm ki, bir çoxunuzun problemləri, yəni bunlardır. Əvvəlcə problemlərinizi sadalayım ki, nələrə müraciət eləyəcəm, onu bilmiş olasınız videonu tərk etmədən. Bilirəm, bəziləriniz düşünürsünüz ki, ümumiyyətlə cümlə qura bilmirəm, mən writingi yazmamalıyam. Xeyr, bugün bu videoda göstərəcəm ki, ən azından, yəni writingi yazmaq istəməyən tələbələr belə 1-2 bal necə ala bilərlər, o şablonu sizə verəcəm. Daha sonra bəziləriniz mövzunu başa düşürsünüz, amma hardan başlayacağınızı bilmirsiniz. Bəzilərinizdə fikirlər var, struktur yoxdur. Bəzilərinizdə ümumiyyətlə fikir yoxdur. Bəzilərimizin söz ehtiyatı azdır. Tez panikaya düşürük, nə bilim vaxtı düzgün bölə bilmirik və s. və ilaxır. Yəni buna görə narahat olmayın. Bugün mən həm düzgün strukturdan danışacağam, həm şablondan danışacağım. Yaxşı bir giriş necə vermək olar? Yəni 150 söz bazasını necə doldurmaq olar? Bunların hər birini bugün müzakirə etmiş olacağıq. İlk öncə təbii ki, qızıl qaydalarla başlayıram ki, bizə bal verənlər nələrdir? Nə bizə bal verir, nə bizim balımızı kəsir. Gəlin ilk öncə bunu müzakirə eləyək. Çünki bilirəm ki, aranızda davamlı esse yazıb 3.5, 4 bal alanlar da var. Onları 5-ə qaldırmaqdır bizim məqsədimiz və heç yazmayacağım düşüncəsində olanlara da 2 bal, 2.5 bal aldırmaqdır. İlk öncə təbii ki, klassik writing strukturunu qeyd edirəm ki, writingimizin strukturu budur. Birinci, introduction. Mən bir dənə qələmi biraz nazildim. Aha. Introduction. İkinci olacaq. Main body 1. Bundan sonra mən buna MB formasında yazacağım ki, buna vaxtımız getməsin. İkinci, main body 2. Və sonuncu olaraq, təbii ki, hər bir şeyimizin sonluğu olduğu kimi, writingin də bir sonluğu conclusion. İnanın ki, düşünə bilərsiniz ki, əsas yazmaqdır və s. deyil. Əsas strukturdur. Yəni, fikir zəif ola bilər, amma struktur varsa, inanın ki, writinginiz xilas olunmuş olacaq. İndi bunların hər birindən danışacağım. Introduction nədir? Necə yazılmalıdır? Hansı şablon cümlələri əzbərləsəz bütün writinglərə yaza bilərsiniz? Bəli, bunu da deyəcəm. Yəni, bunları biləndən sonra əminəm ki, minimal bal belə olsa əldə etmiş olacaqsınız. Daha sonra, indi gəlirəm ki, mənə writingdən nə bal verir? Təbii ki, birinci əsas olmalı şey. Söz sayı minimum 150, maksimum 200 olmalıdır. Deyə bilərsiniz ki, bizə maksimal say verməyiblər. Niyə 200 deyirik? 200 deməyimizin məqsədi, çünki 200-ü keçdikdə artıq off-topic olursunuz, mövzudan həddindən artıq yayınırsınız. Yəni, həddindən artıq detail vermək lazım deyil. Nədirsə konkret o, onun izahı, example və s. və ilaxır. 200-ü keçməyə sizin ehtiyac yoxdur. Çünki yarım saat içində yaza biləcəyiniz mükəmməl bir esse zaten 150-200 söz arası olmalıdır ki, siz onu hətta qayıdıb yoxlaya da biləsiniz. İkincisi, task achievement. Elə mənim vurğuladığım task achievement. Nüans budur ki, task achievement nədir? Mövzunun başlığına uyğunmu yazmısınız? Məsələn, əgər tutalım sizdən danışırsa ki, sosial mediadan həddindən artıq istifadə etmənin müsbət və mənfi tərəfi, siz orada durub sosial media növlərini, hansı Instagramdan, WhatsAppdan və s. danışsanız, təbii ki, bu off-topicdir, düzdürmü? Deyir, mən səndən nə soruşuram? Bunun müsbəti nədir, mənfisi nədir? Üçüncü, bu təbii ki, ikinci ən əsas nüanslardan biri idi. Mövzudan kənara
çıxsanız, bunu indi özünüzdə Azərbaycanca da qeyd edə bilərsiniz ki, esse mövzunun adına uyğun olmalıdır. Çıxsanız sizin balınızı kəsmiş olacaqlar. Digər ən əsas hissələrdən biri cohesive device-lardır. Hansı ki, bunların bir qismini mən sizə verəcəm, digər qismini əldə etmək üçün EFS Akademinin menecerlərinin birinə yazarsınız. Mən onlara materialı göndərəcəm, sizə göndərə bilərlər linking wordləri. Cohesive devices and coherence. Bu nə deməkdir? Coherence. Cohesive devices dediyim elə linking wordslərdir. Bağlayıcı sözlər və axıcılıq. Elə axıcılıq zaten bu bağlayıcı sözlərin özü ilə gəlir. Siz kəskin keçidlər etdikdə sizin esse balınız avtomatik düşür. Düşünün ki, mən Azərbaycan dilində danışanda bir cümləni qururam, dərhal nöqtəni qoyub digərinə keçəm. Bir də var deyirəm ki, ayda bundan əlavə filan şey də var. Bunun mənfi cəhəti budur. Məsələn, bu tipli sözlər İlkin olaraq, növbəti olaraq, sonuncu filan. Bunlar writing-i axıcı eləyən və həqiqətən də balınıza müsbət təsir eləyən nüanslardan biridir. Təbii ki, həddindən artıq çox olmalı deyil, amma yerində istifadə olunmalıdır. Dördüncü digər ən önəmli qaydalarımızdan biri lexical resourceslərdir. Lexical resources nədir? Təbii ki, söz bazası. İndi bunlardan ayrıca danışacağam. Söz bazası nə deməkdir? Yəni nə deməkdir deyəndə nəyi nəzərdə tuturam? Təkrar sözlərin istifadə olunmamalıdır və hətta sizə şablon bəzi sözlər də verərəm ki, ən çox writing-də istifadə olunur. Bunların sinonimləri bunlardır. Yəni oturun əzbərləyin. İnanın ki, bunu bir gününüzü almış olacaq. Hətta 2 dənə, bir dənə də writing yazarsınız, olsun 2 gününüzü almış olar. Amma bilərsiniz ki, ən azından 5 bal orada boşuna qıraqda qalmayacaq. Çünki 1 balın belə əhəmiyyəti var imtahanda, bilirsiniz ki, yəni 5 bal niyə olmasın. 5-ci isə təbii ki, grammatical range and accuracy. Bunlardan da danışacağam ki, hansı qaydaların olması önəmlidir. Grammatical range and accuracy o deməkdir ki, qrammatik müxtəliflik və düzgünlük. Siz əgər bir qrammatikanı, məsələn, tutalım passive voice. Passive voice elə bir qaydadır ki, həmçinin relative pronouns, hansı ki o which, that və s. və l. var idi, elə qaydaları da buradan yadınızı salmış olun. Bu qaydaları bilmək, passive voice-i bilsəz, əla, mükəmməl. Həm magistrda düşə biləcək qrammatika sualını yaza bilərsiniz, həm də essenizin balını qaldıra bilərsiniz. Yəni passive voice hava və su qədər sizə vacibdir. Gedin, gec deyilkən açın, oxuyun, öyrənin və testlərini işləyin. Çünki sizə qrammatik sual kimi də düşə bilər və essedə də sizə lazım olacaq. Həmçinin relative pronouns essedə olmazsa olmaz bir qaydadır. Cümləni daha mürəkkəb eləmək üçün, daha uzatmaq üçün, daha yaxşı axıcı eləmək üçün whichlərdən, zətlərdən, çünki orada aydınlıq gətirməlisiniz. Hansı ki, bu da relative pronouns'un köməyi ilə olur. İndi hansı qaydalar lazımdır, zaten mən onları deyəcəm. Bunu əgər işlədirsinizsə, bunu düzgün formada işlətməlisiniz. Əgər passive voice yazıb səhv yazacaqsınızsa, heç yazmasanız ondan daha yaxşıdır. Ona görə də zaten grammatical range and accuracy deyirik. Sonra indi gəlirəm nələri etməməli olduğumuza, nələr bizim balımızı kəsir. Bunun başına yazıram ki, elə qısaca do's, yəni edilməli olanlar. Bura əlavə eləyə bilərəm, məsələn, sadə cümlələr yazın, mürəkkəb cümlələrə çox qaçmayın. Sonra linking wordslər, bunlar zaten dedim. Sonra bir fikri izah eləyin, birinə fokuslanın, 10 dənə fikir yazıb fikrinizi dağıtmağa, nə bilim, indi onları zaten main bodylərdə bir daha vurğulayacağım. Buna ehtiyac yoxdur. Oxunaqlı əl yazınız mütləq şəkildə olsun, çünki o da nə qədər şey eləməsələr də təsir edir və vaxtı da düzgün bölməyiniz vacibdir. Bunu da yenə birazdan bəhs eləyəcəm. İndi gəlirik nəyə? Mən buradan belə bir xətt qoyum. Ümid edirəm ki, bura yerləşdirə bilərəm. Yazıram burada don'ts. Edilməməli olanlar. İlk öncə şablon olaraq deyirəm ki, elə bayaqkinin əksinə əzbərlənmiş esse yazmağa ehtiyac yoxdur. Bəzən hətta readinglərdən götürüb fikirləri yazırlar writing-ə. Belə bir şey yoxdur, yəni buna bal vermirlər. Yəni beynimizi o qədər istifadə eləməyək. Sonra çox ağır sözlərə girib, yüksək level sözlərdən həddindən artıq çox istifadə yaxşı bir şey deyil. Bu esseni tayda oxunaqlı eləmir, yəni mənfi
reaksiya bildirir. Sonra mövzudan kənara çıxma olmaz və s. və daxil bunu zaten deyirik. İndi çox uzun introduction yazmaq olmaz, çox uzun conclusion yazmaq olmaz. Conclusionunuz 1-2 cümlədən, introductionunuz maksimum 3 cümlədən ibarətsə kifayətdir. Yəni onları ekstra uzatmaq olmaz. Əsas gəlirəm nəyə? Qısa-qısa yazacağam. Qısaltma etmə. Qısaltma etmə. Yəni mənim yuxarıda yazdığım kimi don't, doesn't, nə bilim, weren't və s. bunlar qəti şəkildə olmasın. Bunlar akademik essedə yazılmamalı olan şeylərdir. Sonra qeyri-rəsmi, yəni informal sözlər, elə yazıram, qeyri-rəsmi sözlər yazma. Sözlər yazma. Bunun da ən məşhuru, bütün tələbələrin yazdığı, ən sevilən sözlərdən biri get'i misal çəkirəm. Get, hara qoysan orada da zaten oturacaq, düzgün gələcək, amma yazmayın. Yəni get, sonra nə bilim qısaltmalar, wanna, gonna, bu tipli şeylər. Həmçinin çalışın, a lot of-dan istifadə eləməyin. A lot of artıq çox bəsit bir sözdür. Onun əvəzinə yəni many, much istifadə etsəz, numerous istifadə etsəz, bunlar daha xoş səslənir, daha yaxşı görünür. Daha sonra başqa sizə nə deyə bilərəm? Bunlardan istifadə eləməyin, yeni ağlıma gəldikcə bildirəcəm. Üçüncü, etc. So on. Bunu həddindən artıq çox writinglərdə görürəm. Hətta 5 bala layiq writinglərdə belə etc. so on ifadələrinizi görürəm. Bunları yazma. Yəni bunların əvəzinə misal çəkmək istəyirsənsə, onun əvəzinə işlət such as, nə bilim, like. Tutalım deyirsiniz ki, it has a lot of, və it has numerous advantages such as blah 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 and something else. Məsələn, and filan şey. 3 dənə şey sadalayacaqsınızsa, such as birini sadaladınız, vergül, ikincisini sadaladınız, üçüncünü and'in qarşısı, and'dən sonra yaza bilərsiniz. Bu qədər. Such as hətta like-dan daha çox istifadə olunur. Dördüncü, ən mühüm şeylərdən biri. Conclusion-da qəti şəkildə, heç bir şəkildə yeni fikir yazma. Bu adətən hansı hallarda baş verir? Tələbə görür ki, söz sayını çatdırmır, tamamlaya bilmir, götürüb conclusion'da yazır ki, bir də filan şey var idi. Bir də bu mənfisi var. Bunu qəti şəkildə etməyin. Conclusion adı üstündə sonluq, yazdığınızın nəticəsi. Yəni nə yazmısınızsa odur, onu vurğulayacaqsınız. Birazdan deyəcəm conclusion necə yazılmalıdır. Sonra həmçinin bu personal opinions olur. Yəni şəxsi fikirlər. Zaten writing sizin şəxsi fikirlərinizdir. O ayrı məsələ. Amma bunu siz insanların adından danışmalısınız. Bəzi insanlar belə düşünür, digərləri belə düşünür. Yəni main bodylərdə xüsusilə də elə belə yazıram. Şəxsi fikirlər yazmaq olmaz. Şəxsi yəni I think kimi, I think, I consider, elə buradan belə yazım, consider. Sonra in my opinion, mənim fikrimcə, opinion, to my mind, yəni bu tipli ifadələr yazma. Main bodylərdə əsasən, conclusion'da və yaxud introduction'da qeyd edə bilərsiniz. Burada heç bir problem yoxdur. Gəlirəm 6-ya. Təbii ki, yaxşı olar ki, introduction'da da istifadə eləməyəsiniz. Birbaşa məchul növ istifadə eləsiniz. Məsələn, it is said by people və yaxud nə bilim, this essay will discuss deyib məlum növdə yazıb esse izah eləyəcək. Və yaxud tutalım ki, both parties will be discussed in this essay. Bu da məchul növdür. Müzakirə olmayacaq. Mən müzakirə edirəm, mən belə düşünürəmlənsə, onlar daha yaxşı ifadələrdir. Daha sonra main bodylərdə öz həyatımızdan nümunələr verməyək. Öz həyatınızdan yazım gəlin elə. Çünki hamısında ikinci şəxsə müraciət eləmişəm. Öz həyatınızdan nümunə verməyin. Bu nə deməkdir? Məsələn, example verirsiniz, deyirsiniz ki, hə, mən də kitab oxumağı çox sevirəm. Və yaxud nə bilim, dayım oğlu da bu situasiyaya düşmüşdü, belə hələ. Bunlar düzgün deyil artıq. Yəni siz əgər belə deyim, rəsmi writing yazırsınızsa, sadəcə ümumi, yəni general bir şeylər yaza bilərsiniz ki, məsələn, tələbələr günümüzdə sosial mediadan filan səbəblərdən istifadə eləyir və yaxud nə bilim filan yaşlı insanlar belə eləyir. Araşdırmalara görə belə olub.
Baxın, araşdırmalara görə deyirəm, şeylər yazmayın. Yəni özümüzdən uydurma bir şeylər də yaza bilmərik. Əgər dəqiq bir şey biliriksə, fakt biliriksə yaza bilərik. Amma ümumi yaza bilərsiniz. Yəni belə bir araşdırma var ki, filan, nə bilim deyilir. Ya example-da ümumi yazın. Mənim, filan kəsin, qohumum, qonşum belə şeylər qəti şəkildə olmaz. Bu da balınıza mənfi təsir edən hissələrdən biridir. Sonra yaxşı olar ki, dəqiq rəqəmlər yazmayaq. Dəqiq rəqəmlər yazma. Hansı ki, balınıza təsir eləyəcək şeyləri vurğulayıram. Bu arada xəttim burada biraz getdi. Bayaq özüm sizə deyirəm, xəttiniz yaxşı olsun. Dəqiq rəqəmlər yazma. Nəyə görə? Bunu da dəqiq bilə bilmərik ki, 50% insan belə düşünür, nə bilim 47% insan elə düşünür. Bunları yazmamağa əksər deyə bilərsiniz, bəzi deyə bilərsiniz, some, most və s. və ilə. Amma dəqiq rəqəm yazmayın. Approximately deyə bilərsiniz, təxminən about deyə bilərsiniz və s. Sonra main body'də bir main body'də bir nümunə yaz yalnız. 2 dənə nümunə yazma. Bir nümunə yaz. Bunu necə eləyə bilərsiniz? Baxın, tutalım ki, siz main body'də 2 dənə əsas fikir yazacaqsınız. Məsələn, müsbətini və mənfisini yazmalısınız. 2 dənə müsbət fikir, 2 dənə mənfi fikir də digər main body'də yazırsınız. Düşünün, bu müsbət fikirlərin yazıram burada tutalım advantages. Üzr istəyirəm. Yazıram bura tutam advantages. Bir dənə müsbət, 2 dənə müsbət. Burada da yazıram disadvantages. Yaxşı olar ki, ümumiyyətlə main body'ləri, yəni ölçüləri bir-birinə uyğun olsun. Məsələn, 2 dənə fikir yazırsınızsa bura, gəlib disadvantage'a 5 dənə yazmayın. Və yaxud nə bilim buna 10 dənə yazıb buna 1 dənə yazmayın. Bir maksimum 2 dənə main body 1-da, bir maksimum 2 dənə main body 2-da yazmalısınız ki, təkcə advantage'ın söhbət getmir. Ola bilər ki, ikisi də müsbətini soruşur. Ola bilər ki, ümumiyyətlə writinglər zaten opinion writinglər olur. Nə olsa belə 2 dənə fikir çalışın, maksimum yazın, 1 dənə də olar. Yazdınız. Düşünün ki, mən bunun hansına nümunə verə biləcəm? Hansı daha güclü bir fikirdir? Onu seçəndən sonra birinci onu yazın. Sonraki, çünki ona nümunə verə biləcəksiniz, izah edib nümunə verəcəksiniz, sonra ikinci fikir yazacaqsınız, artıq ona nümunə verməyə ehtiyac yoxdur. Həmçinin ikinci main body'də də bunu etmiş olacaqsınız. Sonra 9-cu, sonuncu yaza bilərəm ki, nə qaldı? May və should modal feillərdən daha çox istifadə edin. Should modal feillərdən istifadə et. Nəinki must və have to kimi modal feillərdən. Çalışın ki, bunlardan biraz qaçının. Çünki bu nəticəsi belə olmalıdır. İnsan bunu etməlidir dənsə, yaxşı olar ki, etməyi lead gətirib çıxara bilər, bu filan şey gətirib çıxara bilər. A person should do, insan gərək bunu eləsin. Bunlar təbii ki, daha yaxşı səslənən modal feillərdir. Daha yumuşaq olan modal feillərdir. Ümid edirəm ki, bura qədər hər bir şey sizə aydın oldu. Yəni bu hissə belə sizin fikrinizi qismən dəyişdi. Davam edəcəm. Hələ ki videomuz təzə başlayıb. Bir də mütləq şəkildə elə ortada bir xatırlatma edeyim ki, dəftəriniz, qələminiz yanınızda olsun. Elə bir şey ola bilər ki, elə sizin ağlınıza takılar və imtahanda həqiqətən sizə elə köməkli ola bilər ki, balınıza müsbət təsir eləyər. İndi isə keçirəm bu 4 dənə strukturdan danışmağa. Nədir, nə deyil? Ondan əlavə hansı sinonimlər, hansı şablon sözlər var, hər birini qeyd eləyəcəm. Gəlin görək introduction necə yazılır. Yazıram burada introduction. Introduction girişdir, mütləq şəkildə olmalıdır. Birinci, bir də bu arada qeyd etdiyim bu introduction, main body və conclusionlar hər biri ayrı abzasdan yazılmalıdır. Yəni yanaşı formada yaza bilmərik. Hər biri ayrı paragrafdır. Introduction'da ilk cümlə ola bilər general idea. General idea nədir? Ümumi fikir. Əgər mövzu gündəmdə olan bir mövzudursa, əgər mövzu haqqında fikir irəli sürmək mümkündürsə, rahat bir mövzudursa, yaxşı olar ki, general idea deyək. Amma məcburi deyil, könüllüdür. Buna deyirəm optional. Yəni istəsəniz yaza bilərsiniz. Söz sayı artması üçün istəsəniz yazmaya da bilərsiniz. İkinci olan paraphrasing isə bu mütləq şəkildə olmalıdır. Nədir paraphrasing? Cümlədəki yazıram. Essenin adındakı sözləri
sinonimləri ilə əvəzləyərək və cümlə strukturunu dəyişərək elə bilin ki, essenin adını yenidən yazmaq. Yəni, nələr olsa sinonimlər haqqında birazdan danışacağım. Yəni, məsələn, məlum növdə verilibsə ki, some people believe filan, bunu artıq dəyişib məchul növə çevirəcəksiniz. Orada məsələn, however-dirsə, onu while-la, whereas-lə dəyişəcəksiniz və s. Yəni, bunları eləməyiniz paraphrase sayılmış olacaq. Amma essenin adını olduğu kimi köçürsəniz, inanın ki, ona heç bir bal gəlməyəcək. Yəni, ümidlənməyin ki, bəlkə bir bal verməyəcəklər. Sonra, üçüncü hissəmiz isə olacaq tezis hissəsi. Tezis nədir? Bu sənin mövqeyini bildirdiyin hissədir. Yəni, əgər tələb olunursa ki, sən nə düşünürsən? Onsuz da çoxu opinion essay'dir deyə zaten sonda deyir ki, give your concluding idea. Sonluq ideyanı denən. Ona görə bunu mütləq şəkildə yazacaqsınız. Bu da sizə bildirdiyim this essay will discuss və yaxud nə bilim both opinions will be discussed in this essay və s. və ilaxır və yaxud in my opinion və s. Bunları bildirə bilərsiniz. İndi mən sizə introduction-da yazıla biləcək fikirləri, yəni şablonları, necə giriş eləyə bilərsiniz, nədən istifadə edə bilərsiniz, onları qeyd edəcəm ki, məsələn, ən çox istifadə edə biləcəyiniz bu cümlələri əzbərləyə bilərsiniz. Nowadays-lə başlaya bilərsiniz, çünki zaten hər kəs sizdən indiki hal-hazırdakı vəziyyəti soruşur. Nowadays, şablon başlıqları yazacağım burada. Nowadays, it's widely believed that hal-hazırda buna inanılır ki, geniş dərəcədə. Təbii ki, essenin adını indi hal-hazırda bilmədiyimizə görə onu rahatlıqla deməyəcəm. Yəni, orada nə yazılıbsa ona uyğun deyə bilərsiniz. Və yaxud deyə bilərsiniz ki, general idea olaraq yenə nowadays. Bunun əvəzinə texnologiya ilə və yaxud texnologiya ilə bağdaşlı bir cümlədirsə, in our technology focused world deyə bilərsiniz, belə başlıq verə bilərsiniz. Çünki bu qəşəng bir ifadədir. Texnologiya fokuslanmış dünyamızda insanlar adətən məsələn sosial mediadan, telefonlardan, internetdən və s. və ilaxır. Yəni bununla bağlı olan mövzularda belə başlıq verə bilərsiniz. Və yaxud nowadays, bunlardan sonra bu arada vergüllərə, punctuationlara da diqqət eləməyi unutmayın. This issue, bu məsələ is widely discussed in modern society. Təbii ki, mötərizənin içində yazdığımı yazmısınız, bu formatda yaza bilərsiniz. Və yaxud, nə bilim, paraphrasingdən sonra, paraphrasingdə yaza bilərsiniz ki, məsələn, daha doğrusu tezisdə və yaxud paraphrasingdə yaza bilərsiniz. There are different opinions regarding this topic. Bu mövzu ilə bağlı müxtəlif fikirlər var və s. və ilaxır. Yəni, bunu başlıq cümləsi yaza bilərsiniz. Və yaxud nowadays-in yerinə tutalım ki, yaza bilərsiniz in recent years, son illərdə, məsələn, this issue, burada artıq, məsələn, bitmiş zamanla da istifadə edib, bu qaydanı da bilirəm, nədir bu, izlənimi qoya bilərsiniz. Has become a matter of public interest. İnsanların, publikin maraq şeyinə çevrilib. Interest. Daha sonra başqa nə yaza bilərsiniz? Yəni, belə, bu formatda istifadə edə bilərsiniz. Bunlar elə adətən general idea üçündür. Yəni, paraphrase üçün deməyim də, general idea üçün istifadə edə bilərsiniz. Sonra, paraphrase-də, məsələn, əgər onlar, məsələn, people yazıbsa, siz individuals yaza bilərsiniz. Və yaxud tutalım, yazıram ki, bunu belə eləyim. Burada da yazdım ki, paraphrasing. Məsələn, yaza bilərsiniz ki, some people believe that, bəzi insanlar düşünür ki, birinci fikri yazdınız, while others think that, bu ən basic formadadır.
yəni yadda qalsın deyə bu formatda yaza bilərsiniz. Və yaxud tutalım ki, belə while-la yaza bilərsiniz. Əgər orada buna yazmışdılarsa, while-la yaza bilərsiniz, also-la yaza bilərsiniz. Baxmayaraq ki, bəzi insanlar belə düşünür, digərləri belə düşünür. Ən çox məşhurlardan biri elə while-la yazmaqdır. While some individuals argue that falan falan others disagree. Bu agree disagree də ola bilər və yaxud ümumiyyətlə adətən esselərdə zaten iki əks fikir olduğuna görə rahatlıqla bu formatda yaza bilərsiniz ki, bəziləri bunu düşünərkən digərləri belə düşünür və s. və ilə axır. Başqa yəni bundan ancaq while'dır, also'dur, nə bilim whereas'dir. Bəziləri belə düşünür, halbuki digərləri belə düşünür və s. və ilə axır bunlardan istifadə edə bilərsiniz. Daha sonra, yəni başlıq olaraq yenə it is sought by some people formasında verə bilərsiniz. Onu da buradan yazıram. It is sought məchul növdən istifadə etmək istəyirsinizsə. It is sought by some və yaxud by some people that falan şey. Whereas, halbuki, tutalım ki, whereas və yaxud while filan kəs bunu düşünərkən. Bu olacaq qəşəng paraphrase ifadələri. Bunlardan yəni şablonların hər hansısa birini əzbərləyərək rahatlıqla essenin girişini və paraphrase hissəsini verə bilərsiniz. Məsələn, elə bunu silirəm, bunu mütləq şəkildə skrin eləyin və yaxud yazın, qeyd edin ümumiyyətlə özünüzdə. Məsələn, bir dənə şablon introduction yazıram, tutalım ki. Elə bayaq yazdıqlarımızdan birini götürək. Nowadays, this issue və yaxud gəlin elə bitmiş zamandan istifadə edək. Və yaxud gəlin belə yazın, elə ən yaxşı formada. In recent years, son illərdə, baxın bu əzbərləyib istənilən iki fikir varsa, istənilən essedə yaza bilərsiniz. Bunu necə bir dəqiqə sürüstürəm. Aha. In recent years, there has been considerable nəzərə çarpacaq deməkdir, qəşəng bir ifadədir. Considerable debate about. Son illərdə nəzərə çarpacaq bir debat, bir müzakirə var bu haqda. Bu oldu bir dənə qəşəng giriş cümləsi. Some people argue that və yaxud some people believe that və yaxud some people think that hər hansısa birini, istədiyiniz birini yaza bilərsiniz. That. Burada yazırsınız birinci fikri. Bəzi insanlar düşünür ki, bu belədir, belədir. Yaxşı olar ki, orada da sinonimlərdən istifadə edəsiniz. Və yaxud buna elə əvəzində yaza bilərsiniz ki, it is sought by some people that artıq məchul növdən də istifadə edirsiniz. It is believed, it is sought by some individuals. Yəni bir neçə növün yazıram ki, hansını ürəyiniz istəsə yaza bilərsiniz. Belə ikinci fikri də deyəcək ki, whereas ya belə deyə bilərik, ya while-la deyə bilərik, ya hətta birbaşa others-la deyə bilərik. Others, burada believe, argue yazmışsınızsa, burada believe yazın. Orada think yazmışsınızsa, burada nə bilim consider yazın. Fərqi yoxdur. While others believe that digər fikir. Yəni o birisi fikir nə idisə bu formatda yaza bilərsiniz. Onun ardınca öz fikrinizi deyə bilərsiniz. In my opinion, onsuz da demişdik ki, introduction'da rahatlıqla in my opinion, nə bilim from my point of view, bir neçə növünü yazıram. From my point of view. Mənim elə bil ki, baxış açımdan, mənim fikrimdən və yaxud nə bilim I think that, I consider bu formatda da yaza bilərsiniz. Bunları yazsaz, baxın bu görün burada nə qədər söz yığını yazmışam. Sadəcə sizə qalır bu digər adınla bağlı essenin içini doldurmaq. Tutalım ki, bunu belə yazdınız, eybi yox. Essenin görsəz ki, cümlə heç cür quramırsınız. Essenin o yerdə qalan hissəsi, mövzu nədirsə, onu yazın. Amma əsas bilinsin ki, bu hissə artıq fərqləndirdi. Paraphrase var burada, burada tezis var, giriş cümlə var. Bunu yazsaz artıq zaten sizə, yəni götürüb 0 bal yazmayacaqlar. Bu oldu bizim
introduction hissəmiz. Introductiondan deyə biləcəyim əsas hissə budur. Bir dənə burada məsələn in my opinion əvəzinə tutalım ki, yaza bilərsiniz ki, I strongly believe. Yəni əgər bir şeylə tam agree-sizsə, razısınızsa, I strongly agree, I strongly believe, nə bilim, bu formatda ifadələrdən istifadə edə bilərsiniz və yaxud I strongly disagree. Bu arada I am agree, I am disagree deyə bir şey yoxdur. I agree, I disagree. Əgər ifadələr heç agree, disagree deyilsə və yaxud discussion deyilsə, advantage, disadvantage isə, ona da belə bir tezis yaza bilərsiniz ki, although it has several advantages. İstəsəniz sadalaya bilərsiniz nə kimi üstünlükləri var saçəzlə. İstəsəniz heç introductionda ona girişməyib yaza bilərsiniz ki, it also has some drawbacks. Drawbacks mənfiləri. Drawbacks. Aha, bu da olacaq sizin advantage, disadvantage essesində yaza biləcəyiniz tezis. Ümid edirəm ki, bu hissə hər kəsə aydın oldu. Yenə də yəni özünüzdə baxıb sizə uyğun olan, yəni əgər başqa bir fikriniz varsa, sizə uyğun olan ifadələri yaza bilərsiniz. Bu sizin üçün kiçik bir şablon. Keçək main bodylərə necə yazılmalıdır, nədir, nələrdən ibarətdir? Gəldik main bodylərə. Main body necə yazılır? Hər ikisi eyni strukturda olduğuna görə zaten bölməyəcəm. Yaxşı olar ki, zaten bizə söz sayı 150-200 söz arası olduğuna görə, çox da ekstra yüksək olmadığına görə, yaxşı olar ki, sadəcə bir fikir yazaq hər bir main bodydə. Deməli, main body'nin strukturu nədir? İlk öncə topic sentence. Topic sentence nə deməkdir? Yəni, sən nədən danışacaqsan? Əsas fikrin nədir sənin? Məsələn, tutalım, deyirsə ki, sosial medianı çox istifadə etməyin mənfilərini deyirsiniz, düzdürmü? Birinci mənfisi nədir? Vaxtımızı həddindən artıq alır. Tutalım ki, sağlamlığımıza ziyandır. Bu, əsas fikir bizə budur. Topic sentence iki cür ola bilər. Bir ola bilər general topic sentence, bir də ola bilər specific. Bu nədir? Ya ola bilər deyəsiniz ki, sosial mediadan istifadə bizə həddindən artıq zərər verir. Yəni, bir çox zərərləri var. Bu generaldır. Yəni, sən burada spesifik bir şey demədin. Sən sadəcə söz sayını artırdın. Sonra deyirsiniz ki, onlardan ən önəmlisi, ən birincisi, first and foremost, one of the most, filan, filan, filan. Bunlardan biri sağlamlığımıza zərərdir. Bu artıq oldu spesifik. Ola bilər ki, siz general verib sonra spesifik verəsiniz. Daha yaxşı olar ki, birbaşa spesifiklə başlayasınız. Əslən fərqi yoxdur. Hətta elə eləyə bilərsiniz ki, main body 1-da həm general, həm spesifik vermisinizsə, my body 2-da artıq çox da belə uzatmaq üçün, yəni bəlli olmasın deyə birbaşa spesifikdən də başlaya bilərsiniz. Gəlir topic sentence, sonra oxucu nə sual verir? Aha, sən nə demək istəmisən? Yəni, izah, extend, genişlənmə. Elə burada yazıram birbaşa ki, izah. Sən nə demək istəmisən? Üçüncü isə deyir ki, sənə buna example ver. Sadə bir nümunə ver. Amma yadınızı saxlayın ki, bodylər adətən example-dan bitmir. Yəni, sənin bircə dənə əsas fikrin varsa, onu izah edib example verəcəksənsə, onda yaxşı olar ki, bir dənə də concluding sentence denən. Yəni, sonluq cümləsi. Bu nə deməkdir? Example və s. dedin, ən axırda deyirsən ki, yəni, yaxşı olar ki, insanlar bu şeyə diqqət eləməlidir və yaxud bu balanslı şəkildə qorunsa, o zaman bir problem olmayacaq və s. və s. Yəni, bir dənə concluding sentence verə bilərsiniz. Gəlin baxaq. Məsələn, topic sentence-ə nə ilə başlaya bilərik? Tutalım ki, bu təbii ki, baxır sizə ziddiyyət varsa, məsələn, topic main body 1-da yaza bilərsiniz ki, on the one hand və ikinci tərəfdə yaza bilərsiniz ki, on the other hand, ikinci main body'nin başlanğıcında. Yəni, bir tərəfdən, digər tərəfdən və yaxud digər tərəfdən yazdınız, heç buna bir tərəfdən yazmayın. Yaza bilərsiniz ki, məsələn, one of the main reason ola bilər, one of the most important, nə bilim, part ola bilər və yaxud side ola bilər. O formatda, yəni bu əsas şeylərdən biri mənasında istifadə edəcəksiniz. İndi sizə example yazacağam, yəni example bir dənə main body yazacağam, amma bu ifadələrdən istifadə edə bilərsiniz. Deməli, bunu buradan silim, elə main body 1-ə tutalım ki, giriş vermişəm.
yaza bilərəm firstly, ilkin olaraq və yaxud to start with, filan şeylə başlamaq istəyirəmsə və s. To start with, bununla başlayaraq və yaxud deyə bilərəm first of all, first and foremost, birincisi və ən önəmlisi. Bu tipli ifadələrdən mən giriş verə bilərəm. Daha sonra bunu dedim, ilk fikrimi dedim. İzah eləmək istəyirəmsə artıq ya deyə bilərəm ki, in other words, ən məşhur extend cümləsi budur. Digər sözlə desək, izah eləyəcəksiniz və yaxud tutalım deyə bilərsiniz ki, it means, bu o deməkdir ki, və yaxud həmçinin bizim gözəl bir qaydamız var, vergül plus ing qaydası. Yəni, nöqtə qoyub cümləyə, başqa bir cümləyə başlamaq istəmiriksə, daha mürəkkəb cümlə qurmaq istəyiriksə, ifadəni yazandan sonra vergül qoyub meaning, yəni bu mənanı verərək kimi istifadə edə bilərik. Təbii ki, bu artıq sizin bir balaca, yəni writingdən başınız çıxırsa, daha yaxşı yaza bilirsinizsə, bunlara yaza bilərsiniz. Və yaxud dediyim kimi izah etmək üçün it means, in other words, bu tipli cümlələrdən istifadə edə bilərsiniz. Yəni bunlara əzbərləyib artıq izahı sırf bununla verin. Əlavə cümlələr, əlavə şeylər yazmağa ehtiyac yoxdur. Daha sonra ikinci fikri deyəcəksinizsə əgər secondly, thirdly, həmçinin başqa fikir əlavə edirsə yaxşı olar ki, additionally, nə bilim, furthermore, sonra moreover, bu tipli ifadələrdən istifadə edə bilərik ki, bu da, yəni bundan əlavə olaraq, bundan sonra həmçinin in addition deyə bilərik, in addition, bunlardan istifadə edərək növbəti fikirlərimizi yaza bilərik. Sonuncu, example yazmaq istəsək belə, həmişə for example yazmayın. For example əvəzinə for instance yaza bilərsiniz. For instance, hətta məchul növdən istifadə edib yaza bilərsiniz ki, examples can be seen in filan məsələn situasiyalarda, situations. Yəni example filan situasiyalarda görünə bilər və s. və ilə axır. Yəni bu artıq, yəni elə birində for example, birində for instance yazsanız sizə kifayətdir. Zaten 2 dənə main body'niz var. Olaraq yazsanız sizə kifayət etmiş olacaq. Deməli, əsas bizim main body etməli olduğumuz şey nədir? Buradakı struktura uymaqdır. Sadə olmalıdır. Linking wordlər mütləq şəkildə olmalıdır. Həddindən artıq uzatmalara getmək lazım deyil, kənara çıxmaq lazım deyil, həddindən artıq detal vermək lazım deyil. Bunlara mütləq şəkildə riayət eləsək, bu bağlayıcılardan, bu sözlərdən istifadə eləsək, bizim artıq strukturumuz, skeletimiz var, qalır içini doldurmaq, qalır ideya yaratmaq. İdeya düşünməkdə bu arada o qədər çətin deyil. Çox tələbə mənə deyir ki, müəllim, mən ağlıma ideya gəlmir. İnanın ki, biraz kənardan oturub elə bir mövzuya baxsaz, valla gələcək. Yəni heç bir mövzu o qədər abartılı formada çətin deyil. Yəni hər bir mövzudan bir dənə real situasiya düşünün, reallığa özünüzü yerinə qoyun ki, buna nə deyə, məsələn, bunun mənə nə zərəri var və yaxud bu həqiqətən hansı problemlərə gətirib çıxarır və s. Yəni bunları düşünsəz çətin olmayacaq, rahat olacaq. Məsələn, burada dediyim kimi additional, furthermore və yaxud another important point is deyə bilərsiniz. Another important point is, digər vacib məqam budur ki, yaxşı, concluding sentence nə ilə yaza bilərsiniz? As a result-la, nəticədə filan şey olur və yaxud nə bilim, filan şey nəzərə alınmalıdır, can be considered, filan bu cümlələrdən istifadə edərək yaza bilərsiniz. Bunların hamısını mütləq şəkildə qeyd eləyin. Bu getdi belə, başqa sizə main bodylərlə nə deyə bilərəm? Gəlin bayaq qeyd etdiyim kimi bir dənə nümunə üzərindən gedək, görək normalda necə yazılmalıdır. Çünki bəzi tələbələr extend-i və yaxud example necə verə bilər, ağlarına gəlmir. Məsələn, götürək bir dənə mövzunu, məşhur mövzulardan biri, hansı ki bizim öz kitabımızda da var və hətta sınağa da salmışıq. Yəni bəzi insanlar düşünür ki, kompüterlər gündəmdə olan bir problem. Kompüterlər insanları tezliklə əvəz eləyəcək, digərləri isə düşünür ki, insanların görə biləcəyi işlər həmişə olacaq. Yəni hansından razısan, nə düşünürsən və s. və ilə axır. Okay, gəlin məsələn yazıram ki,
Birini yazacağım general topic sentence həm də specific topic sentence, yəni hər ikisi olan. Birini yazacağım sadəcə specific topic sentence-lə. Düşünün ki, mən artıq introduction-da razılaşmışam ki, yəni qəti şəkildə düşünürəm ki, yəni okey, kompüterlər bir çox işi görsə belə insanların işini tamamilə əlindən almayacaq. Bunu indi mən main body-lərdə bildirməliyəm, düzdürmü? Təbii ki, razıyamsa, hər iki main body-də bunu bildirəcəm. Birində filan səbəbdən almaz, ikincisində də başqa bir səbəb irəli sürəcəm. İndi birinci strukturum bu olacaq. General topic sentence, specific topic sentence and extend izah eləyəcəm, example verəcəm. İkincisində də eyni şey eləyəcəm. Sadəcə bir dənə burada artıq general çıxıb, birbaşa specific topic sentence, extend və example formasında yazmış olacağam. Məsələn, tutalım bir dənə general topic sentence deyək, ümumi. Deməli. Yaxşı. Yazıram ki, one of the. Niyə one of the deyirəm? Çünki mənim zaten main body-nin ikisində də mən bunun əvəz eləməyəcəyindən danışıram deyə onlardan biri mənasında. One of the main reasons bu arada bilirsiniz də oflu birləşmələrdən sonra mütləq cəm isim gəlir. Xəbər isə ofdan əvvəlki sözə görə uzlaşır. Reasons, məsələn, is deyə bilərdim. Tutalım ki, indi deyəcəm zaten. Burada izah edirəm nəyin əsas səbəblərindən biri. Why computers will not fully replace humans is bunun xəbəridir. Bu sadəcə bir genişlənmə idi. Nəyin əsas səbəblərindən biri? Niyə kompüter insanları tamamilə əvəzləməyəcək? Onun əsas səbəblərindən biri is that budur ki, some jobs demand və yaxud require hər ikisi tələb etmək mənasındadır. Human skills insan bacarıqları tələb edir. Okay, gördünüz çox sadə. Biraz uzun cümlə qurdum. Aha, oxucu nə deyir? Aha, bu nə deməkdir? Yəni indi nə, niyə, hansı iş məsələn tutalım ki, mən artıq bunu izah eləmək istəyirəmsə ki, əsasən nə bilim ən önəmlisi bu və yaxud ən xüsusən bu arada bu ifadələrdən istifadə edə bilərik onun üçün də indi deyəcəm bu nədir? Particularly və yaxud elə in particular xüsusilə də deməkdir bunların hamısı indi yazdıqlarımın. Sonra specifically. Aha, sonra especially ən çox eşitdiyiniz sözlərdən biri. Obviously, clearly və s. və ilə axır. Bunlar hamısı vurğulamaq üçün, bir şeyi daha da vurğulamaq üçün istifadə olunan linking worddur. Görürsünüz, linking wordlərdən istifadə edirəm. Yazıram ki, in particular, xüsusən də jobs that need emotions and creativity cannot be done. Məchul növdən istifadə edirəm. By machines. Hansı ki, xüsusilə də kreativlik və yaxud emosiya tələb edən işlər təbii ki, maşınlar tərəfindən edilə bilməz. İndi mən nə etməliyəm? Bunu izah eləməliyəm. Artıq birinci general topic sentence verdim. Gəlin, belə bir şey yazım. Aha. Buraya yazıram ki, general topic sentence. Ümumi verdim. Sonra biraz onu açıb spesifiklik verdim ki, hansı işlər ki, kreativlik və emosiya tələb eləyir, düzdürmü? Bu artıq oldu specific topic sentence. Mən hələ də açmamışam nə demək istədiyimi və artıq açıram, extend eləyirəm, genişlədirəm ki, it means və yaxud in other words, digər sözlə desək, məsələn, computer may work fast, sürətli işləyə bilər, but
But deməyək, but özü də biraz informala gedir. However, whereas they cannot understand, comprehend də deyə bilərsiniz. O da başa düşməkdir və yaxşı level sözdür. People's feelings or situations. Artıq emotions sözünü istifadə eləmişdim deyə bu dəfə feelings dedim. Nə dedim? Artıq izah elədim, extent verdim ki, kompüter sürətli işləyə bilər, amma onlar insanların hisslərini, situasiyalarını başa düşə bilmir. Nə edəcəm? Example verəcəm təbii ki. For instance, məsələn, misal üçün teachers, öz peşəmizi yazaq. And başqa nə deyə bilərik? Başqa situasiyalarla işləyənlər, kreativliklə və yaxud nurses yazaq yaxşı. And nurses, doctors fərqi yoxdur. Need to communicate with people and show empathy və empatiya göstərməlidirlər. Düzdürmü? Biraz da izah eləyirəm. Nisbə vəzikdən istifadə edirəm ki, which computers are not able to do. Aha, gəlin görək mən nə etdim. İndi bunları burada işarələyirəm. Burada yazıram ki, in other words-la olan extension idi, genişlənmə idi. Və bu isə təbii ki, example-dur. Onu zaten bilirik. Gördüyünüz strukturu yazdım, düzdürmü? Gəlin yaxşı, görün mən burada hansı qrammatik qaydalardan istifadə elədim. İlk öncə təbii ki, mübtədə xəbər uzlaşması. Düzdürmü? Bu özü də bir qaydadır. Gələcək zaman, müxtəlif zaman formasından istifadə elədim. İndiki zaman, gələcək zaman və s. və ilə axır. Sonra baxıram burada nisbə vəzlik, modal feil, təzədən burada modal feildən istifadə elədim. Sonra təbii ki, bağlayıcılar, sözönlər bunlar zaten öz yerindədir. Onsuz da bunlardan istifadə edirik. Təzədən modal feildən istifadə eləmişəm. Bağlayıcıdan istifadə eləmişəm. Modal feil burada da var. Daha sonra or özü də bir bağlayıcıdır. Məsələn, burada not only but also da deyə bilərəm ki, not only emotions but also creativity və s. və ilə axır. Yəni, bunlardan istifadə eləyə bilərəm. Başqa nisbə vəzlikdən, yəni bir introduction-da ola biləcək formada qaydalar yazmışam. Hətta istəsəm, məchul növdən də istifadə introduction deyil bu üzr istəyirəm, main body-də istifadə edə bilərdim. Amma passive voice adətən introduction-da istifadə olunan bir qaydadır writing üçün. Və yaxud mən heç burada general topic sentence yazmayıb, birbaşa deyə bilərdim ki, məsələn, many jobs such as, məsələn, nurses deməyim, və yaxud deyə bilərəm many jobs which need emotions and creativity that depend on human interaction cannot be replaced by computers. Eyni cümləni yazardım, sadəcə bir dənə bunu çıxardım, bu ikisini birləşdirib yaza bilərdim. Sonra artıq yenə elə öz misalımı, extendimi, example-ımı və s. yaza bilərdim. Bu da oldu nə? General, bu da oldu, daha doğrusu main body 1. Artıq mən burada dedim ki, bir səbəbi nədir? Emosiyalar və kreativlik tələb edən işlərə olacaq deyə bunu kompüterlər əvəz eləyə bilməz. İkincidə başqa bir şey yazacağım, başqa bir topic sentence verib onu izah edib və onun example-ını yazmış olacağım. Amma struktur əsas eyni formada qalmış olacaq. Belə, ümid edirəm ki, bu hissədən də bir problemimiz qalmadı. Təbii ki, bunlar məsələn, one of the main reasons ifadəsini götürə bilərsiniz. Why filan şey belə olur. In particular-ı götürə bilərsiniz və yaxud nə bilim, in other words-ı götürə bilərsiniz. For instance-ı götürə bilərsiniz və s. Yəni, bunların hamısını götürüb şablon formasında yaza bilərsiniz. Özünüzdə qeyd edin, bir neçə esse üzərində işləyin ki, nümunə olsun sizin üçün, gözünüzün qarşısında olsun. Onlar olduqdan sonra inşallah ki də zaten imtahanda yüksək formada, yaxşı formada yazmış olacaqsınız. Bunun məsələn faydalardan soruşursa, bu formatda şablonlardan yaza bilərsiniz ki, one evident benefit is, yəni bir dənə sübut olunmuş faydası filan şeydir. Nə bilim,
Elə dediyim kimi firstly, secondly və yəni sonsuz sayda şablon çıxarda bilərsiniz. Bunları mütləq şəkildə özünüzdə qeyd eləyin. İndi gəlirəm conclusion-a. Daha sonra sizə sinonimlərdən, ən çox istifadə olunan sinonimlərdən yazacağam. Sinonimlərin faydası nədir və hansı qaydalar istifadə olunmalıdır və s. bunları yazacağam. Amma indi gəlin baxaq görək conclusion nədir. Conclusionda əsas dediyim kimi ən sadə hissə conclusionda mütləq olmalıdır. Writing-i harda yekunlaşdırırsınız, yekunlaşdırın. Vaxtınız çatmasa belə conclusiona vaxt ayırın. Conclusion mütləq olmalıdır. Ən azı bir cümlə, ən çoxu 2, maksimal, yəni 2-dən çox olmasın, amma 2 və yaxud 3 ola bilər. Buna şablon, concrete, in conclusion, to sum up-dan istifadə edə bilərsiniz. Nə bilim, to conclude-dan istifadə edə bilərsiniz. Yəni, birini yadınızda saxlasınız kifayətdir. Zaten bir dənə conclusion var, o da in conclusion olsun. While və yaxud although. Bəzi insanlar bunu düşünərkən digərləri filan şey düşünür. Və yaxud baxmayaraq ki, bunun filan müsbətləri var, mənfiləri də var. Conclusion-da əsas nədir? Sadalanma. Yəni, yuxarıda main bodylərdə nəyi vurğulamısınız? Esseniz agree, disagree-dir. Deyəcəksiniz ki, baxmayaraq ki, birinci müsbəti vurğulayın, müsbəti yaxşı olsun. Məsələn, deyirəm, also there are plus points və yaxud benefits, yəni sinonimlərin onsuz da yazacağım, benefits və s. və ilə axır. Also there are plus points, there are some benefits, such as filan şeylər. It has also və yaxud also'nu artıq yazdıq. It has some drawbacks, mənfiləri, negative sides, nə bilim, elə disadvantages, like filan şey. Yenə də sadalamağınız mütləqdir. Such as-lə, bir dəfə like-la, yəni amma conclusion-da nə lazımdır? Sadalama lazımdır. Bir də təbii ki, nə edə bilərsiniz? Concluding idea verə bilərsiniz, sonluq verə bilərsiniz ki, bu olsa, yəni bunlar nəzərə alınmalıdır. Tutalım deyirəm ki, bir dənə şablon yazaq, gəlin. Yazıram ki, elə yenə in conclusion, while this topic has certain müəyyən qədər müəyyən drawbacks, drawback mənfi deməkdir bu arada. Its benefits, burada sadalasınız, bu arada yaxşı olar. Such as filan şey, da onu yazmıram, mövzudan asılıdır. Its benefits like filan şey should, buranı boş qoyuram, onu özünüz dolduracaqsınız. Should also be taken into consideration. Bu ifadə o qədər gözəl bir ifadədir ki, nəzərə alınmalıdır deməkdir. Yazıram ki, take something into consideration. Bunu lüğətinizə əlavə edin. Mənası odur ki, nəzərə almaq. Məsələn, take filan şey into consideration. Filan şeyi nəzərə almaq lazımdır. Və yaxud yaza bilərsiniz ki, in conclusion, I believe that, əgər yəni konkret sizin opinionunuzu soruşursa, I believe that filan. Therefore, buna görə də, baxır indi SC-dən asılı olaraq dəyişəcək. This issue, məsələn, tutalım, deyirəm ki, cannot be ignored. Buna görə də bu məsələ ignore oluna bilməz. Yəni, göz ardı edilməməlidir. Tutalım ki, başqa nə deyə bilərik? Yəni, bu tipli şablon cümlələrdən istifadə edə bilərsiniz. Conclusion zaten əzbərdir. Elə while-la bununla başlayırsınız, digərindən bitirirsiniz. Nə bilim, sırf şey deyil də, nədir bu? İkili fikir olmasa da olar. Əgər bir fikirsə, birini dəstəkləyirsə, elə I believe, I consider, nə bilim, I strongly believe, bununla da deyə bilərsiniz. Sadəcə conclusion'da yadınızda saxlayın ki, yeni fikir yazmaq olmaz. Nədirsə, onun sonluğunu mütləq şəkildə yazmalısınız. Və yaxud bura məsələn tutam deyə bilərsiniz ki, therefore, balanced, əgər balanslı şəkil nəsə qorunmalıdırsa tutalım, a balanced approach is required. Yenə məchul növdən istifadə etdik, fikir verdinizsə. Belə, bu da oldu bizim conclusionumuz. Ümid edirəm ki, bu da sizin üçün aydın oldu. İndi gəlin görək sinonimlərin əhəmiyyəti nədir, hansı sinonimlər daha çox istifadə olunur və hansı qrammatik qaydalar.
Yazıram burada. Synonyms. Görək hansı sinonimlərdən istifadə olunur. Ən çox istifadə olunan sözlərdən biri importantdır. Important. Baxın, ilk öncə sinonimlərin sizə faydasını deyim ki, sinonimin faydası təbii ki, yəni sizin balınızın artmasına kömək olur. Bir sözü təkrar-təkrar istifadə etməmək, yəni təkrarı azaldır. Bir sözün təkrarı azaldır. Eyni sözü essedə 3-4 dəfə yazsanız, artıq bu sizin writinginizi zəif göstərir və bu da yəni onu deyir ki, bu tələbənin söz bazası yoxdur, sadəcə əzbərlənmiş ifadələr yazıb və bu da təbii ki, sizin balınıza təsir eləmiş olur. Ən çox istifadə olunanlardan biri elə dediyim kimi importantdır. Bunun bir çox, yəni ən çox söz sinonimi olan sözlərdən biridir. Significant yaza bilərsiniz. Çox vacibdirsə essential yaza bilərsiniz. Crucial sözü vacib deməkdir. Vital, həyati əhəmiyyət daşıyacaq dərəcədə vacib deməkdir. Nə bilim, main yaza bilərsiniz. Başqa important, essential, significant, crucial, vital, necessary yaza bilərsiniz, vacib. Yəni bir çox söz var, yaza bilərsiniz. Elə bunların bilməyiniz kifayətdir. Daha sonra problem sözünə məsələn nələr yaza bilərik? Issue, məsələ, problem, difficulty, çətinlik, difficulty. Hətta hindrance yaza bilərsiniz. Hindrance əslində maneə deməkdir. Baxır harda düzgün istifadə edə bilirsinizsə, düzgün kontekstdə istifadə oluna bilər. Challenge deyə bilərik. Concern, narahatlıq deməkdir. Dedikcə bunları mütləq şəkildə qeyd edin. Sonra gəlirik digər ən çox istifadə olunan yaxşı tərəflərdən good məsələn sözünün yerinə sifətdir ya, bu arada diqqətlə baxın. Beneficial, beneficial sifətdir. Benefit isimdir. Positive, positive side, negative side. Sonra useful, faydalı deyə bilərik. Başqa. Effective deyə bilərik. Yaxşı əvəzinə. Bad. Bad-ə də təbii ki, negative deyə bilərik. Negative. Harmful. Zərərli deyə bilərik. Dangerous deyə bilərik. Dangerous. Undesirable deyə bilərik. Arzu olunmayan, yəni istənməyən formada istifadə olunur. Sonra digər ən çox istifadə olunan sözlərdən biri, sinonim tələb edən sözlərdən biri people'dır. People'ın əvəzinə individuals deyə bilərsiniz bir dəfə. Individuals. Sonra citizens, vətəndaşlar deyə bilərsiniz. Humans deyə bilərsiniz, insanlar. Və yaxud nə bilim, hətta biraz uzadıb members of society deyə bilərsiniz ki, sırf təkrarlıq olmasın. Bunların hamısını qeyd edin. Sonra başqa effect sözünə. Effect. Yadınıza saxlayın. Effect təsir etməkdir. Effect isə effect təsir etməkdir. A-la yazılsa feildir. Effect isə isimdir. Təsir deməkdir. Aha. Effect sözünün yerinə impact deyə bilərsiniz. Impact adətən bu arada müsbət təsir deməkdir. Həmçinin elə influence da müsbət təsir deməkdir. Başqa result da deyə bilərsiniz. Bunun nəticəsi, bunun effekti deyəndə. Baxır yenə harda istifadə edirsiniz. Təbii ki, düzgün yerdə istifadə etsəz. Sonra digər ən çox istifadə olunan sözlərdən biri think. Think düşünməkdir. I think əvəzinə I believe deyə bilərsiniz. I consider deyə bilərsiniz. I reckon deyə bilərsiniz. Recon prosu çox istifadə olunur. I claim deyə bilərsiniz. İddia etmək, fikirlə sürmək. I believe, I consider, I claim. Yəni bunlardan istifadə edə bilərsiniz. In my opinion falan zaten bu öz yerində dəyişə bilərsiniz. Sonra dəyişmək demişkən, dəyişmək sözünün əvəzinə alter də dəyişməkdir. Bu çox istifadə olunur. İstifadə etsəz yaxşı olar. Transform da dəyişməkdir. Nə ilənsə dəyişmək, transform eləmək, modify da dəyişməkdir. Daha sonra ən çox essenin ayrılmaz hissələri increase, decrease, artırmaq, azaltmaq. Increase əvəzinə rise istifadə edə bilərsiniz, grow istifadə edə bilərsiniz, expand genişlətmək mənasında istifadə edə bilərsiniz, boost genişlətmək mənasında istifadə edə bilərsiniz. Hətta build bəzən increase deyəndə, məsələn build your vocabulary deyirik, qurmaq, artırmaq və s. mənasında. Decrease isə əksinə reduce deyə bilərsiniz, diminish deyə bilərsiniz. Diminish özü azaltmaq deməkdir, decline azaltmaq deməkdir, drop azaltmaq deməkdir. Bunlardan rahatlıqla istifadə edə bilərik. Və bunların hamısı %100
lazım olan sinonimlərdir. Əlavə eləyirəm birazını da hara qədər öyrənə bilsəz öyrənin. Use sözünün əvəzinə utilize istifadə edə bilərsiniz. Apply istifadə edə bilərsiniz. Make use of something deyə bilərsiniz. Help'in əvəzinə assist deyə bilərsiniz. Support deyə bilərsiniz. Bilirsiniz də support bu arada həm maddi, həm mənəvi dəstək olmaq deməkdir. Contribute to. Bax bu sözü istifadə etsəz sizə əhsən. Contribute to. O qədər gözəl bir sözdür ki, nəyəsə töhfə vermək, nəyəsə kömək eləmək mənasında istifadə olunur. Təbii ki, onu da deyim ki, sinonimin məna uyğunluğu olmadan qəti şəkildə istifadə eləməyin. Yəni hər kontekstdə hamısı olmur. Yəni mənalarını tam əzbər bildiyinizdə əmin olun, elə o formada rahatlıqla istifadə eləyin. Məsələn, nə bilim, elderly sözünə the elderly yaza bilərsiniz. Bir dəfə old çalışın yazmayın. Yazsaz belə old people deyə bilərsiniz. Bəzi hallarda yaxşı olar ki, the elderly formasında deyəsiniz. Nə bilim, grown ups deyə bilərsiniz və s. Bunlardan istifadə edə bilərsiniz. The older generation deyə bilərsiniz və s. Bu gözəl sinonimlərdir sizin üçün. Bu arada mənfi müsbət də yazım sizə. Yazıram. Məsələn, ən çox elə essenin adında advantages olur. Advantage. Positive yaza bilərsiniz. Positive aspect məsələn. Müsbət tərəfi. Sonra positive effect yaza bilərsiniz. Müsbət təsiri. Sonra merits yaza bilərsiniz. Bu da üstünlüyü, advantage deməkdir. Nə bilim, gains yaza bilərsiniz. Positive side yaza bilərsiniz. Benefits yaza bilərsiniz. Faydaları deyə bilərik. Bunlardan istifadə edə bilərsiniz. Disadvantage-in əvəzinə isə disadvantage. Yenə eyni şəkildə disadvantage yaza bilərsiniz. Məsələn, negative sides, negative aspects və yaxud daha sonra buna plus point, nə bilim, minus points deyilir, amma çox da istifadə olunmur. Weaknesses, zəiflərini, downsides, drawbacks ən çox istifadə olunanlardandır. Drawbacks. Kontekstdən asılı olaraq limitations deyə bilərsiniz, weaknesses deyə bilərsiniz, zəif hissəsi, zəifliyi, weaknesses və s. Bunlar olacaq nə? Sinonimlər. Və bildirdiyim kimi bir sözü bir yerdə dəfələrlə istifadə eləməyin. Yəni, hər bir tərəfdə people deməkdənsə, birində, ikisində dəyişməyiniz çox yaxşı olar. Demirəm ki, hər birində mütləq şəkildə götürün, yəni mütləq birinə advantage yazdısa, digərinə effect ya positive effect yazın, digərinə benefits yazın. Elə eləməkdənsə 2 dəfə benefit, 1 dəfə advantage bunları istifadə etməyiniz daha yaxşı, daha natural görünər, daha təbii görünər. İnanın ki, təbiilik həm speakingdə, həm writingdə ən önəmli hissələrdən biridir. Yəni, orada belə deyim də, ögey evlad kimi qalmasın, otursun essenin içində, mənimsənmiş olsun, yəni elə görünməlidir. Belə, sonuncu olaraq da, ən son olaraq da istifadə olunmalı qaydaları deyəcəm sizə ki, hansı qaydalar mütləq şəkildə writingdə olmalıdır. Bir dənə qələmin rəngini yenə qaytarıram. Yazıram. İlk öncə hər zaman dediyim ən vacib qaydalardan biri nədir? Təbii ki, passive voice. Bundan önəmli qayda var əlbəttə ki, indi onu da yazacağam. Biri passive voice. Gəlin elə sizə Azərbaycanca yazım. Subject verb mübtəda xəbər uzlaşması mütləq olmalıdır. Yəni, mübtədanız təkdə, xəbəriniz cəmdə. Bunun da qaydaları var. Təbii ki, baxın, söz önlərindən əvvələ baxırsınız xəbər təyin eləmək üçün. İçin, evrin, idirin xəbər həmişə tək olur. Nidirin, nanın, bunların xəbər tək olur. Bunların hamısını bilməlisiniz. Mübtəda xəbər uzlaşması pozulmamalıdır. Bir dəfə pozulsa keçərlər, ikinci dəfə olanda bilirlər ki, bu qaydada artıq sizin probleminiz var. Grammar yazıram. Burada da grammar. Aha. Nələr olmalıdır? Mübtəda xəbər uzlaşması dedik. Sonra tense for zaman nə deyim, müxtəlifliyi.
Məchul növ qədər digər əsas hissələrdən biri relative pronounsdur. Yenə ingiliscə yazdım. Nisbi əvəzliklər. Mötərizədə də yazıram sizin üçün. Zətdir, whichdir, hansı ki, kim ki, bunları istifadə etməniz inanın o qədər müsbət bir şeydir ki. Sonra complex sentence mürəkkəb cümlələr olmalıdır. Mürəkkəb cümlələr. Yəni elə bura bağlayıcılar və s. daxildir. Bağlayıcılar. Both and olsun, neither nor olsun, either or olsun, not only but olsun, because, while, which bunlar mütləq olmalıdır. Also, bunlar hamısı bağlayıcılardır. Mütləq şəkildə olmalıdır. Digər mütləq must olan bir qayda modal feillərdir. Can olsun, may olsun, should olsun. Dedik ki, shouldla may daha çox olsa daha yaxşı olar. Sifətin dərəcələri o qədər vacib bir qaydadır ki, writing üçün. More effective deyirsiniz adi, more important deyirsiniz adi. Bunların hamısı dərəcədir. Most important və s. və ilə axır. Conditionallar nədir? Yəni if-lə olan cümlələr olsa yaxşı olar. Vacib qaydalardan biridir. Linking words o heç zaten bunu dəfələrlə təkrarlamışam. Heç onu bir qayda olaraq yox, strukturun tərkibində sizə dedim ki, zaten onu o formatda da yadınızda saxlamış olasınız. Sonra nə qaldı? Dərəcələr dedik, bağlayıcılar dedik, söz önləri zaten olur. Onu heç əlavə qayda kimi düşünməyin. Gerund olsa daha yaxşı olar. Məsələn, doing something filan. Oradakı ing və yaxud to hissəcikli məsdər və s. bunlar olsa yaxşı olar. Amma burada hal-hazırda sadaladığım bu 8 qayda must yazıram. Yəni olmalı olan qaydalardır. Bunlar varsa sizin writinginiz normal olacaq. Təbii ki, punctuationlar falan da mütləq şəkildə bütün linking verblərdən sonra vergül qoymağı unutmayın. Zətin heç bir tərəfində vergül olmayacaq. Bunu unudun. Belə bir şey yoxdur. Yəni vergüllərə diqqətlə baxsaz, bu strukturları, qaydalardan istifadə etsəz, sizə dediyim əzbərlənmiş cümlələri istifadə etsəz, sinonimləri, həmin sinonimləri öyrənib bir ikisini fərqli yazsaz, inanın mənə ki, mükəmməl bir writinginiz çıxacaq və mükəmməl də bal almış olacaqsınız. Ümid edirəm ki, hər bir şeyi vurğulaya bildim. Bu arada belə dediyim bir dənə son olaraq sizə bonus olaraq very useful words, çox istifadə olunan wordlər. Bayaq qeyd etdiyim kimi elə bir neçəsini burada yazıram, qırmızı ilə yazım. Bir neçəsini burada yazıram. Məsələn, considerable sözü nəzərə çarpan, high level sözü istifadə etsəz mükəmməl olar. Nə bilim, various sözü, a lot of-un yerinə müxtəlif various sözündən istifadə edin. Significant zaten dedim, effective dedim. Relevant sözü olsun, uyğun. Nə bilim, affect sözü, contribute to sözü, bayaq bunları dedim. Bunlar mütləq şəkildə istifadə olunmalı essidə hissələrdir. Require sözü tələb olunur. Məchulda istifadə etsəz nə gözəl, demand də həmçinin tələb etmək deməkdir. Result in sözü nəticələnir. Lead to ora aparıb çıxarır. Məsələn, filan şey gətirib çıxarır və s. və ilə axır. Improve, reduce, argue. Bu tipli consider sözü, nə bilim, awareness sözü məsələn çox istifadə olunan qəşəng sözdür əslində, xəbərdarlıq, bilinirlik deməkdir. I'm aware of deyirik, nədənsə xəbərdaram və bu awareness də onun isim formasıdır. Nə bilim, social interaction, sosial ünsiyyət, interaction. Bunlar hamısı writinglərdə tez-tez responsibility, bu məsələn filan kəsin, cəmiyyətdə filan şeyin olması, tutalım governmentin responsibility'sidir. Yəni nədir bizdə? Məsuliyyəti altındadır. Və s. responsible for. Bunlar məsuliyyət daşıyır və s. Bunlar hamısı istifadə olunmalı olan, nə bilim, yaxşı sizə bal verəcək, sizin balınıza təsir eləyəcək qaydalar, sözlər və s.dir. Əlimdən gələni elədim. Ümid edirəm ki, bu qısa müddətdə, bilirəm çox az vaxtınız var, sizə biraz da olsa faydam toxunmuşdur və inşallah ki, bunları writinginizə tətbiq edə biləcəksiniz. Düzdür, videonun sonunda zaten baxmamısınızsa baxmamısınız, amma ki, mütləq şəkildə qəti ümidinizi üzməyin. Bunların hər birini eləsəz sizə vəd verirəm ki, yüksək nəticədə almış olacaqsınız. Həm digər hissələrindən grammar, reading, listening inşallah ki, öz yerində, writingdən də yüksək nəticə almış olacaqsınız. Belə hər birinizə uğurlar arzulayıram. Növbəti videolarda görüşərik. Hələlik.